Salam əziz şagirdlər və valideynlər. Bizim bugünkü dərsimiz riyaziyyatdan uzun qısa mövzusudur. Gəlin dərsə keçək. Əşyaları uzunluqlarına görə bir-biri ilə müqayisə etmək olar. Baxın, məsələn, qarşımızın biri qısadır, biri isə uzun. Gözlə baxaraq da təxmini bilmək olur, hansı qısadır, hansı uzun. Əşyaların uzunluğunu ölçməklə tapmaq olar. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunur. Göy karandaşın uzunluğu 5, qırmızının isə 7 kuba bərabərdir. Burada uzunluğun ölçü vahidi kimi kubdan istifadə olunur. Baxın, qırmızıda 7 dənə kub qoyulub yan yana. Yəni, qırmızı təxmini 7 kuba bərabərdir deməkdir. Mavidə isə 5 kuba bərabərdir. Bu da o deməkdir ki, qırmızı mavidən böyükdür, uzundur. Demək, zolaqları uzunluqlarına görə müqayisə edin. Gəlin eləyək. Baxın, məsələn, A variantında neçə dənə qısqacdır yaşılda? 1, 2, 3, 4, 5. Demək, yaşıl 5 qısqaca bərabərdir. Biri 5-dir. Qırmızı isə 1, 2, 3, 4, 5, 6 qısqaca bərabərdir. Hansı daha böyükdür? Təbii ki, 6. Yəni, qırmızı yaşıldan uzundur. B-ni də eləyək. Baxın, karetin rəng, qəhvəyi rəng 3 dənə qısqaca bərabərdir. Narıncı rəngi isə 1, 2, 3, 4 dənə qısqaca bərabərdir. Deməli, narıncı qəhvəyi netdən daha uzundur. Gözəyarı ölçməkdə uzundan qısaya sıralayın. Gəlin sıralayaq. Baxaq, gözəyarı baxanda, yəni baxıb təxmin eləmək olur ki, hansı daha uzundur, hansı daha qısadır. Baxın, biz görürük ki, birinci, yəni mavi rəng nərdivan, mavi rəng pilləkən daha qısadır. Amma bizdən uzundan qısaya istədiyinə görə yaşıl rəngi yazaq 1 yazaq. Qəhvəyi rəng nərdivan ikinci, mavi rəng nərdivan isə üçüncüdür. Sonra B variantında baxaq, ən uzunu ortadakı yer köküdür. Birinci yer kökü ondan biraz qısadır. Üçüncü isə hamısından daha qısadır. Sizcə kimin cavabı doğrudur? Təxmini müəyyən edin. Şəkildəki fırçanın uzunluğu 4 kuba bərabərdir. Biri deyir şəkildəki fırçanın uzunluğu 4 kuba bərabərdir. Biri deyir ki, 6 kuba bərabərdir. Görək hələ hansı daha doğru olar. Təxmin eləyək ki, baxaq, kubumuzun biri bu boydadırsa, bunun da biri belə bir kub çəkək. Bir dənə də belə olsa, baxın, 4 dənə kuba bərabər imiş təxmini. Demək ki, 4 dənə kuba bərabərdir deyən düzgün təxmin edib. Uzunluğu müxtəlif ölçü vahidləri ilə qarış, ayaq, addım ilə də ölçmək olar. Qarış əllə ölçməkdir. Addım isə bilirik ki, addımlayaraq. Gəlin baxaq, şəkildəki əşyaların uzunluğunu hansı ölçü vahidləri ilə ölçmək olar? Lövhənin uzunluğunu qarışla, yəni əlimizlə ölçə bilərik. Daha sonra partaların uzunluğunu da həmçinin qarışla ölçə bilərik. Pəncərənin uzunluğunu, sonra divardakı şəklin uzunluğunu, qapının uzunluğunu isə həm qarışla, həm də addımla ölçə bilərik. Həmçinin sinifin uzunluğunu da qarışla ölçə bilərik. Keçək. Uşaqlar lentin uzunluğunu təxmin etdilər. Onlardan kimin fikri düzgün cavaba daha yaxındır? Gəlin baxaq. Samir deyir ki, 8 qısqac var. Səbinə 2, Anar isə 5 deyir. Gəlin Səbinədən başlayaq. 2 dənə qısqac sizcə bura uyğun olar? Baxın, 1, 2. Demək ki, uyğun gəlmir. Səbinə yanlış dedi. Yaxşı, baxaq Samirinkinə. Samir deyir 8 dənə. Təxmini çəkək qısqacları bura. 1, 2, 3, 4, 5. Kim demişdi 5 dənə qısqac var? Anar demişdi. Demək ki, Anarın fikri düzgün imiş. Samir və Səbinənin fikri isə yanlış. Diş fırçasının qabının uzunluğu 6 kuba bərabərdir.
Şəkildəki diş fırçası bu qaba yerləşərmi? Gəlin baxaq. Kubumuz bu boydadır. Baxın belə. Gəlin biz də seçək təxmini. 1, 2, 3, 4, 5, 6. Təxmini seçməyə çalışdım. Əslində 6 kuba bərabər ola bilər. Yəni diş fırçası qabımıza yerləşə bilər. Lalənin qələminin uzunluğu 5 kuba bərabərdir. Hansı qələm lalənin ola bilər? Baxaq. 1 kub, 2 kub. 2 dənə kub tutur bunun həcmi, uzunluğu. Yəni yaşıl qələm onun qələmi ola bilməz. Bənövşəyi qələmimizə baxaq. 1, 2, 3, 4, 5. Demək, qırmızı qələmimizə də baxaq. 1, 2, 3. Demək, yaşıl qələmimiz 2 kuba bərabərdir. Qırmızı qələmimiz 3 kuba. Bənövşəyi qələmimiz isə 5 kuba bərabərdir. Deməli, lalənin qələmi bənövşəyi qələmi imiş. Burada oyun nümunəsi var. Gəlin baxaq. Kim düz tapar? Oyunçu sayı 2 və ya daha çox. Ləvazimatlar isə qısqaclar, birləşən kublar. Oyunun qaydası. Otaqda ölçmək üçün ölçmək mümkün olan bir əşya və ya uyğun ölçü vahidi seçilir. Oyunçular əşyanın uzunluğunu təxmini müəyyənləşdirir və qeyd edirlər. Deməli, məsələn, sinifdə baxın, uşaqlar partanın ölçmək istəyir. Biri kubla ölçər, biri qısqacla ölçər, biri əli ilə, qarışla ölçər və təxmini uzunluqlarını qeyd edərlər. Və sonda da düzgün cavaba daha yaxın fikir hansıdırsa, həmin oyuncuya bir xal əlavə olunur. Belə, keçək santimetr mövzumuza. Demək, lalə şəkil albomunu bəzəmək üçün kənarını qarışla ölçdü. O kiçik qardaşından uzunluğu 3 qarış olan lent kəsməyi xahiş etdi. Qardaşı öz qarışı ilə ölçüb 3 qarış uzunluğunda lent kəsdi. Lalə bu lentin qısa olduğunu gördü. Sizcə lentin qısa olmasının səbəbi nədir? Baxın, deyir ki, Lalə şəkil albomunu bəzəmək üçün öz qarışı ilə ölçüb kənarını. Albomun kənarını öz qarışı ilə ölçüb. Amma o, kiçik qardaşından uzunluğu 3 qarış olan lent kəsməyi xahiş edib. Qardaşı da öz qarışı ilə 3 qarış olan lent kəsib. Qardaşının əlinin ölçüsü balaca olduğuna görə Lalənin qarışı ilə uyğunlaşmır. Buna görə də onun kəsdiyi lentin uzunluğu qısa olur. Nəyə görə eyni ölçü vahidindən istifadə etmək lazımdır? Çünki ölçümüzü düzgün ala bilmək üçün. Məsələn, Lalə öz qarışı ilə lenti kəsmiş olsaydı, qısa gəlməyəcəkdi lent. Keçək öyrənmə bölməsinə. Santimetr ümumi uzunluq vahidlərindən biridir. Qısa olaraq sm kimi də yazılır. Xətkeşdən istifadə etməklə əşyaların uzunluğunu santimetrlə ölçmək olar. Xətkeşin, baxın, 0 nöqtəsindən bir ucunu qoyuruq və xətkeşi əşyanın uzunluğu nə qədərsə, məsələn, baxın, karandaşın uzunluğu 8 santimetrdir. Ucu harda dayanıbsa, həmin o uzunluq bizim uzunluğumuz olmuş olur. Həmin o ölçü. Əşyanın bu ucu xətkeşdəki ədədlər arasında düşə də bilər. Bu halda onun uzunluğunu təxmini olaraq ən yaxın ədəd götürmək olar. Bu nə deməkdir? Baxaq. Məsələn, bu karandaşın ucu 8-də yox, burada da dayana bilərdi. Baxın, burada da dayana bilərdi. Bu zaman bu əgər 7-yə yaxındırsa biz deyəcəkdik 7 cm, 8-ə yaxındırsa deyəcəkdik 8 cm. Məsələn, buradadırsa biz buna 8 cm-dir deyə bilmərik. Deyərik ki 7 cm, çünki 7-yə yaxındır. Keçək tapşırıqlarımıza. Əşyaların uzunluğu neçə santimetrdir? Əşyaların uzunluğu neçə santimetrdir? Baxın, nümunə olaraq burada göstərir ki, bu 2 santimetrdir. Mən də təxmini olaraq yazacağım, amma siz evdə santimetrlə, xətkeşlə ölçüb dəqiq ölçüsünü yazacaqsınız. Bu təxmini olar 3, qayçımız olar 6,
təxmini deyirəm amma mən. Darağımız isə 5 sm olar. Santimetr. Keçək. Zolaqların uzunluğunu xətkeşlə ölçün, onları uzundan qısaya sıralayın. Bunlar neçə santimetrdirsə, siz onları uzundan qısaya sıralayacağıq. Yəni birinci qırmızıdır, ikinci sarıdır, üçüncü isə yaşıldır. 1 yazacaqsınız məsələn, qarşısından qırmızını çəkəcəksiniz və neçə santimetrdirsə onu yazacaqsınız. Daha sonra 2 yazıb qarşısından sarı zolağı çəkib neçə santimetrdir onu, üçüncünü də həmçinin elə. Deməli, xətkeşdən ikinci tapşırığımız verilən lentdən 4 sm kəsildi. Qalan lentin uzunluğunu tapmaq üçün misal yazın. Bu səhv eləmirəmsə 14 sm olmalıdır. Biz bunda qalan lentin uzunluğunu tapmaq üçün nə edirik? 4 santimetrimiz kəsilib. Yəni 14-dən çıxarıq 4-ü bərabər 10 santimetr. Bu şəkildə yazılacaq misalımız. 10 santimetrimiz də qalan lentin uzunluğudur. Xətkeşdən istifadə etməklə müəyyən uzunluqlu düz xətt, yəni parça çəkmək olar. Baxın, göstərir. Parçanın uzunluğunu ölçün, dəftərdə uyğun parçaları çəkin. Bu parçanın uzunluğu 9 sm, amma siz yenə də ölçün, dəqiq yazın. Deyir ki, bu parça ilə eyni uzunluqda, yəni 9 sm parça çəkəcəksiniz. Daha sonra bu parçadan 2 sm qısa. 9-dan çıxarıq 2-ni, nə qədər qalar? 7 sm. Siz yəni 7 sm-lik parça çəkəcəksiniz. Bu parçadan 3 sm uzun. Yəni 9-un üzərinə 3 gələrik, nə qədər edir? 12. 12 sm uzunluqda parça çəkəcəksiniz. Aynur uzunluğu 8 sm və 5 sm olan iki zolağı ucuca birləşdirdi. Alınan zolağın uzunluğunu tapın. Baxın, biri 8 sm-dir, biri isə 5 sm-dir. Biz bunların bərabər nə qədər olduğunu tapmaq üçün 8-in üzərinə 5 gələrik, taparıq 13-ü. Deməli, alınan zolağın uzunluğu 13 sm imiş. Göy və sarı zolaqlar eyni uzunluqdadır. Lalə bu iki zolağı ucuca qoyub yapışdırmaq istədi. İki zolağın birlikdə uzunluğu neçə santimetr olar? Məsələn, mən təxmini deyirəm ki, bunun uzunluğu 7 santimetr. Təxmini deyirəm, ha. Hər ikisi də 7 santimetrdirsə, biz 7-nin üzərinə 7 gələrik, eynidir də deyir uzunluqları. Taparıq 14. Deməli, zolaqlar birlikdə 14 santimetr imiş. Mən təxmini 7 yazdım, siz 7 yazmayın, ölçün, neçədirsə onu yazın və hesablayın. Qırmızı zolaq yaşıldan 5 cm qısadır. Yaşıl zolağın uzunluğunu tapmaq üçün misal yazın. Cavabı necə yoxlamaq olar? Baxın, qırmızı zolağımız 5 cm-dir. Və deyir ki, qırmızı zolağımız yaşıldan 5 cm qısadır. Yəni, bundan 5 cm qısa nə deməkdir? Gəlin qırmızı zolağımızın, yəni 5 cm-in üzərinə də bu 5 cm qısadır ifadəsini gələk. Tapaq neçəni? 10 cm-i. Demək bizim yaşıl zolağımız 10 cm imiş ki, 5 cm qısa deyəndə yerdə 5 cm qalır. Cavabı yoxlamaq üçün bu şəkildə yazılır. Lap istəyirsiniz bunu yazandan sonra altına da yazın. 10-5 bərabər 5 cm. Dərsimiz bu qədər. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Gələn dərslərdə görüşənədək.